Salam əziz izləyici, bu disclaimerdir, yəni xəbərdarlıq. Bu verilişdə figural söyüşlər və abstrakt personajlar haqqında nalayiq ifadələr səslənə bilər. Əgər bundan narahatsansa, videonu bağla. Sonra rəylərdə gic-gic şeylər yazıb məni əsəbləşdirməyin. Salam əleykum, xoş gördük əziz dostlar, kollegalar, izləyicilərim, fanatlarım. Çoxdandır görüşmürdük, nəhayət ki görüşdük. İnşallah bundan sonra daha tez-tez görüşərik. Yeni məhsulla gəlmişəm. Darkside Ultima möhtəşəm bir aparatdır. Niyə möhtəşəmdir onu indi açacağım. Gedişatda sizə izah edəcəm niyə möhtəşəmdir. Çoxdan danışırdılar bu aparat haqqında və yanvarın 13-ü satışa buraxıldı. Satışa buraxılan kimi də elə mən sifariş verdim. Bugün də yanvarın 22-sidir. Mənə dünən gəlib bu. Bugün də dedim sırası bunun abzorunu çəkim, tanış eləyim sizlə. Özüm də birinci dəfə də açıram. Baxıram, ayda bunun bluetoothsasına. İlahi! Möhtəşəm parlamağına. Ümumiyyətlə Darkside'ın aparatları yaxşıdır. Narazılığım yoxdur, bir dənə mənfiləri var ki, ümumiyyətlə Mars məsəl üçün daha kачественный idi, daha möhkəm idi, amma Intro ilə Neo keyfiyyət baxımından biraz zəif idi. Çəkimi okey, əla idi, amma keyfiyyət baxımından zəif idi və çox rəylərə görə, bildirişlərə görə ki, onların keyfiyyəti o deyil, daha mürəkkəb deyirlər, möhkəmləşdirilmiş formada düzəldiblər. Bir sökək sizin üstə baxın. Nержавейка və keyfiyyətli alüminiumdan hazırlanır. Bunun ştuku da çox ideal, rahat. Ağırdır bu. Darkside'ın ən ağır aparatı. Ağırı da nə deməkdir? Keyfiyyət yüksək səviyyədə. Bunun yəqin parlaqlığını görürsünüz də. Bunun keyfiyyətini elə görünüşündən keyfiyyəti hiss eləmək olur. Amma toxunanda, ələ alanda türkünməsə daha yəni keyfiyyətli olmağını hiss edirsən, ağırdır. Daha nə var içində? Tak. Difuzor. Darkside difuzoru klassik çəqa ilə daha çox tanınırdı aparatları. Bu modelə, Ultima modelinə difuzor da əlavə edirlər. Möhtəşəmsiz. Konnektorumuz da var. Difuzorumuzu da taxaq. Difuzor plasmasdan da. Çox modellərdə ümumiyyətlə şlanq verilmir. Yoxsa verilir? Verilmir. Bəzi modellərdə. Darkside bunu da fikirləşib. Darkside'ın özünə məxsus kolbası da var. Budur. İndi mən bunu tam düzəldəndən sonra sizlərə geri dönüş eləyəcəm. Çəkən momentdə daha ətraflı söhbət eləyərik. Darkside'ın
mikro çaşkası da var bizdə. Bu da təzə satışa buraxılıb və Darkside'in Killer, yəni bildiyimiz Ubivaşka çaşkası, o da bizdə var. O da təzə buraxılıb, onu da gətirmişik. İstəsəz buyura bilərsiniz. Deus'un yeni dadı Ultima var. Elə kakraz dedim Ultima qəlyanla bir yerdə buna baxaq. Bu zəncəfillə qozdur Ultima. Bu da təzə çıxıb. Catcher'ımız da Darkside'dir. Darkside istehsalı. Hitkeeper'ımız da Darkside'de gördüyümüz kimi. Və Darkside'ın yeni satışa buraxdığı maqqaj çox rahat. Bu da bizdədir. Sifariş elədik, gəldi. Şimdi Darkside'a ait nə varsa var da bizdən, bildin nətər. Ürəyin nə istəyir? Sürünədir, quzu sağ qurbandır. Hal-hazırda təkcə qəlyanı yox, tabakı da, yəni Deus'un Ultima tabakını da test edirik. Mənə çox maraqlıdır. Ümumiyyətlə mən zəncəfil xoşlayanam, qoz da ümumiyyətlə xoşlayıram. Prosta yəni qəlyanda zəncəfil daha çox xoşlayıram. Görüm özünü necə göstərir. Kimə maraqlıdırsa bu çaşka D mikro 16-17 qram tutur. Əladır. Turka fason gedir. Kömürlərimizi qoyaq. 4 kömürdə qızdırıram. Həmişəki kimi. Kömür zətdə dəyişmirəm. Və ümid edirəm ki, buna bir 7 dəqiqə kifayət eləyər. 7-6 dəqiqəyə qızsın. Yenidən geri dönüş eləyirik sizə. Diyon. Darkside müştüyümüzü də taxırıq. Yoldaşlar bayaq dadına baxdı, yoxlamaq üçün qızıb-qızmayıb, mən baxmamışam ama. Mən dedim sizlə bir yerdə baxım da, bölüşüm sizlə. Çəkimi çox rahat, çox komfort. Hardasa Darkside intronun çəkiminə oxşayır, sadəcə difuzorlu versiyada, klasik çəqa yox, difuzorlu çəqa. Çox rahatdır. Muştuku da rahatdır tutacağı. Nə qısadır, nə çox uzun. Bunu fırlada bilərəm, rahat olsun. Darkside yaradır, əladır. Möhtəşəm, dediyim kimi, daha proçunu düzəldiblər. Daha keyfiyyətli, daha dözümlü və daha ideal. Abratkası da qəşəng. Zabifkaya qaldıqda isə əladır. Bildiyimiz zəncəfil dadı gəlir. Qoz dadı biraz arxa fondadır, amma daha çox zəncəfil. Zəncəfil deyəm ki, yəni bizim bazarda heç deyəsən yoxdur zəncəfil. Əladır. Hal-hazırda bizdə bunun boz grey versiyasıdır. İnşallah bir aya falan qara da olacaq. Darkside Lounge-da buyurub gəlib dada bilərsiniz, yoxlaya bilərsiniz, problemsiz. Bu qədər. Kanala abunə olmağı unutmayın. Like qoyun, komment yazın. Dəstəyiniz vacibdir. Çox sağ olun, gələn görüşlərə dək.